Assalomu alaykum azizlar, hurmatli kanallarimiz kuzatuvchilari, azizlar, bugun e'tiborlaringizga Urganch shahar markazidan birinchi etajdan 3 xonali ajoyib kvartirani taqdim qilamiz. Neda joylashgan? Joylashgan manzilni aytamiz, hujjatlarini ko'rsatamiz, uy egasining telefon raqamini qo'yib beramiz va video davomida uyni narxini, ya'ni bahosini ham aytib o'tamiz. Va vнимательно o'tirib eshitib ko'ringlar, hammasi tushunarli bo'ladi. Urganch shahar markazi, ya'ni Urganch hokimiyatining yonindamiz. Urganch shahar hokimiyatining yanında urologiya, xotira maydoni, 02 Getsagonda Xalq banki, Dehqon bozor, park, balimiz Mehrbay seliyasi, hamma udobli, zo'r joyda joylashgan. Shu gumbaz binomizning orqasida joylashgan, birinchi etajda, yaxshi joyda, ajoyib xonadon. Qo'limizdan kelgancha batafsil ma'lumot beramiz. Transport bor. Transport bemalol o'tib ketadi. O'rus maktab, o'zbek maktab, bog'chalar hammasi bor yana atrofida. Suv, svet, gaz, yashasadan muammosi yo'q. Hozir borib qo'limizdan kelgancha ko'rsatamiz. Yana nima deydi, bu shaharning o'rtasi udobnidan har taraflama, har yerga borishingiz udobni joylashgan. Keling esa hozir xonadonimizga borib birinchi chetdan ko'rsatib chiqamiz. Shu boramiz, shu zdaniyamiz tomon borna chapga kiramiz. Ketdik. Yani şehir hakimiyetimiz az şöyle girip geldik gördüğünüzde. Şu domda şu birinci etajımız. Acayip yaxşı joylar, burada parkovочный место. O yerdə məktəb var, bir emas 2 məktəb var. Bağçam var. Bəyanatçısınız o yerdə Urus məktəblər var, Dehqon bazar yaxın. Yəni görsəklərimizin. Az ise xanadanımız birinci chetdən görüb çıxamız. Yəni izlə, xanadanımıza girib gəldik, burada hüccətləri ilə. Variantları bo'ladi, izlə, ko'p odam kreditə so'raydi, to'g'ri, men kredit da'vat qilmayman, chunki o'zingiz kelib, libo bir qaysi uyni chiqarsak ham egasidan so'rashingiz mumkin. 2008-yilda davlat kadastr ro'yxatidan o'tirilgan ekan. Hujjatlari bor, ko'rsatdik. Unda yana ko'chadan kiraverishimiz. Alohida variantda damir eshiklar qo'yilgan, ichan tarafidan taxta eshik ham qo'yilgan. Bu уже plus. Birinchi etaj, shahar hokimiyati do'risi ko'rganlaringiz. Ko'chadan kiraverishimizda rakovinalar o'rnatilgan. Suv, svet, gaz muammosi berdim. Ya'ni u naporni yaqinlashtirib ko'rsating. Unatib, yaqinlashtirib bo'ladi bu ham. Napori zo'r. Bunda детский комнатасы, ben o'tayım. Детский комнатасы. Böyle. Operatorimiz toza buyumlashtirib shuni ko'rsatib turmasam, bilmaydi hamısı neyini tushirishni. Bunda kattalar spalnyasi, bu yoqda yuvinish xonasi, yonida hojatxonasi alohida, zali, kuxnyasi, balkoni. Ajoyib 3 xonadan iborat katta kvartira. Sizlar ko'p odam metr kvadrat so'raydi. Metr kvadrat для этих домов не имеет значения, meni tushuncham bo'yicha. Chunki o'zim ham xonadonim shu dedi, 3 xonali 87 ya 78 kvadrat. Lekin hujjatda 56 yozilgan. Buni bilmayman. Kelasizlar, uyni ko'ringlar, uyda yashaysizlar-ku. Gelasiz uyni ko'ringlar, ma'qul kelsa sotib olinglar. Yo'qsa hech kim majburlanmaydi. Uynim bahosi arzonlashdi deysiz. Bir bloger ağalarimizmi, makler ağalarimizmi chiqargan ekanlar. Endi uyni egalari hozir bahosini sal arzonlatishga qaror qildilar. Zudlik bilan sotiladi va zudlik bilan sotilish uchun ham bahosi ozgina qaytilgan va yana ustunda kelib o'zaro uy egasi bilan kelishib sotib olishingiz mumkin bo'ladi. Bizning vazifamiz shuda, şu xonadonimiz sotib chiqqanligi haqida e'lon qilish, ya'ni sizlarga bildirish. Sotib oluvchining vazifasi o'zi kelib o'zi tekshirib olishi shart. Shundan biz sizlar uchun обязательно tekshiramiz va uy egasini telefon raqamlarini qo'yib beramiz, manzillari va baholarini aytib o'tamiz. Vнимательно o'tirib eshitsangizlar, xudo xolasa hamma ma'lumot beriladi. Yangi shu xonasini ko'rsatib boshlaymiz. Детский комната. Yurib turganlaringizding. Aynalı plastik ramlarından dədələ, almashtırmayısınlar ekan. Registrlər ötürülgən. Acayip görünüşdə. Gələn. Alıp durup bir navdiydi bir euro remont etəməndə sizlər var şey. Güzel oladı. Resmi. Astarak dərf etməsin. Bir yanımızda yuvinish xonasi. Şu kaçolunu yaxınlaşdırıb göstərib öteyim şunu. Gaz varlab yaptı. İndi aslan qo'yib bilaman. Kafeldən çıxarılgan, şu adam boylatıb, bunda vannaları, su iç qazanları qoyulgan, plus bunu görün işte. Yanımızda yine kattalarımız spalnyasi, yurtburanlarınız deyin. Gelin.
İndi bana ötüfer esləm ki. Yəni ben de yanımda zalayına. Zala etibar qılın. Zalın arkasında yanında balkon kətdə. Registrlərini koyulğan istiqını, ətqanımını. Ortada durup çörəklər zəfər. Yalnız görünmüyor hala pay oynatdıq. Hadi köp adam yani köp nələrini görəmiz ünət daşıdılar çörək soqqaladı adam güzün hareket edir. Çünki bizə stabilizatorda aslan göstərməz yani işte bu понятный четкий görünsün. İndi bir operatorumuz başqa ələşdirmişsə. Sel kəmçilikli olsa huzurlu. Bunda özü aslında kuxnya oladı. Lakin kuxnyanı balkona çıxarıb verilən. Bir də oturub yine ovqatlanıb. Oturuş üçün mesai etilən. Edəm registrli ötürülən. Qazı çök işləyinə götürürlər izləyin. Yanımızda balkon. İndi tabii 2-6 rəzmirdə. Görüşdən orientördən ötüb yandan göstərdik. Əzizə ki bu xanadanımızda əlahədə podval qismi var ki. İndi birinci etaj bərabər podval qismi vardı. Əldə atızları buluşur gerek. Aynalar həmməsi plastik ramlarından. Şunu görün işte. Həzlə bahası əvvəlrak 515 dəb çıxqan ekan, hazırki bahası 500 milyon som. 500 milyon som aytılıb tutdu özlərə üye üyəsi belə gəliş falan işte. Və təfsil məlumat üçün ekranlarınız mən chatində üye üyəsinin telefon rəqəmləri göstəriləcək. Əgər də bizlərəm xidmətiniz bolodunsa, yəni sizlərəm xanadallarınızı satmaqçı olsanızlar, ya ki icrəyə verməkçi olsanızlar, ya ki naturəli binalarınızı satmaqçı olsanızlar, bizə də hazırki gündə 13 kanal və 300 mindən köp küzətuvçumuz var. Bizlərə müraciət qilish üçün 91'lik 094 27 27 rəqəmına telefon qilishiniz mümkün. Küzətgələr üçün rəhmət. Yox etkən vaxtlarınıza razı olun. Keyingi videolarımızda görüşmək.